Herkese salam, mini bir vlogla karşınızdayım. Bugün gelmişik qaynatamgilə. Fevralın ortaları inşallah Türkiyəyə qayıtmaq istəyir. Onun üçün Aviasels'dən ucuz və güvənli bilet almağı planlaşdırırıq. Tarixləri müzakirə elədik oturmuşkən. Nəyə görə mini vlog deyirəm? Çünki YouTube videolarımıza baxanlar bilər. YouTube videolarına görə qısa vloglar daha çəkə bilmirəm demək olar ki. Nəysə, gəldik yeni evə. Baxaq görək nə dəyişikliklər var. Dekorlar sifariş vermişdik yeni ev üçün. Biz belə deyim, səhərdən axşama kimi YouTube çəkdiyimiz üçün bizə fərqli fonlar lazım olur və evin hər küncünü demək olar ki, maksimum dərəcədə bəzəməyə, hər şeyi izləyicinin gözünə xitab edəcək şəkildə düzəltməyə çalışırıq. Mənim otağıma bayaq gördüyünüz qəhvəyi rəngdə bambuk panellər vurulmuşdu. Sizcə də çox gözəl görünmür. Otaq çox ağ idi. Məncə o bir rəng qatdı otağa. Daha sonra uşaqların kravatı necədir bu arada bulut formasında? Kravatlar bu hissəyə gələcək, yanaşı olacaq. 3 dənə kravat. Burası isə uşaqların oyun alanı olacaq. Onlar üçün ora mini kreslolar, belə oyuncaqlar və s. düzməyi düşünürəm. Koridora isə belə bir dekor güzgü və arxasında da daraq sifariş vermişdik. Bu da hazırdır nəhayət ki. Bu evdə çox şey Pinterestdən uğurlamışam, aramızda qalsın. Pinterest bizim evimizi yıxdı, cibimizi də yıxdı. Şəhriyar burada yazı gördü, elə bildi yenə nəsə rasxod çıxacaq. Ondan sonra gördü ki, yox, ustaların hesab kitabıdır, rahatlaşdı biraz. Bu divar işıqlarını da Pinterestdə görmüşəm, nə yalan deyim. Daha sonra izləyicimiz Nurayın bizim üçün çəkdiyi tabloları divarlara tutduq. Baxaq görək hansı tablo hansı divara gedir. Nuray bizim üçün başqa tablolar da hazırlayıb. İnşallah divarı hamısını asaq ətraflı göstərəcəm sizə. Daha sonra gəldik evə. O evdən çıxıb bura gəlmək məni üzür. Allaha min şükür başımıza soxacaq evimiz var təbii ki. Amma istər-istəməz insan yeni evə daha çox həvəslənir, meyillənir. Gələndə evə qəşəng bir çay dəmlədim. Dedim bir dənə axşam süfrəsi mini özümüz üçün hazırlayaq, zaman keçirək birlikdə. Uşaqlar bu aralar dəhşət tez-tez xəstəlik tuturlar. Düşünürəm ki, ölkənin 70% bu vəziyyətdədir. Ona görə yaşıl alma doğradım, biraz vitamin yüklənsin bizə. Mini belə bir süfrə hazırladıq özümüz üçün. Oturduq, söhbətləşdik, qeybətləşdik və günün sonunda qabları yudum. Getdim mən də yatmağa. Özünüzə yaxşı baxın. Arada böyle vloglar gələcək.